Sənə bir neçə sual. O insan kimdir ki, sən onu o qədər çox sevirsən ki, o qədər dəyər verirsən ki, o qədər sənin üçün əzizdir ki, gözünü qırpmadan ona canını verirsən. Tapdın? Ağlında saxla. Yaxşı, o şəxs bəs kimdir ki, yaxşı bir restoranda yemək yeyəndə deyirsən kaş yanımda olardı, o da bu yeməkdən yeyərdi. Yaxşı yerləri gəzəndə deyirsən kaş yanımda olardı, o da bunları görərdi. Sən xoşbəxt olduğun anlarda deyirsən kaş yanımda olardı, bir yerdə xoşbəxt olardıq, bir yerdə sevinərdik, bir yerdə deyərdik, bir yerdə gülərdik. Yaxşı, bəs o insan kimdir ki, saatlarla onun dərdini dinləyirsən, onun fikirlərinə şərik olursan, onun qəmini bölüşürsən, yorulmadan onun dərdlərinə şərik ola bilirsən. Tapdın? Onu da saxla yanında. Yaxşı, bəs o şəxs kimdir ki, ən sıxıntılı anında, ən problemli anında, ən çox köməyə ehtiyacın olduğu anda o insanı axtarıb taparsan, o insana zəng vurarsan, o insanla danışarsan və ondan kömək istəyərsən. Bəs o kimdir? Yanına qaçmaq istədiyin insanla bölüşməyi, gəzməyi, yeməyi, sevgini verdiyin insanlar eynidirmi? Nə qədər ədalətlisən? Nə qədər bu adlar hamısı üst-üstə düşür? Bunu sən düşün və sevgini bir daha yoxla. Dəyərini bir daha yoxla. Ətrafındakı insanları bir daha yoxla. Təşəkkür edirəm. Ətrafınızda sizə dəyər verib hər an sizinlə fikirlərinizi, sevincinizi, dərdinizi, qəminizi bölüşəcək insanlarla dolu olması diləyilə. Xoş qalın, xoşluqla qalın.